Və bugünkü mövzum da Allahın iradəsi haqqındadır. Mən mövzuya keçməmişdən qabaq ayə oxuyacağım, amma ayə oxumamışdan da qabaq bir fikir söyləmək istəyərdim. Bu günləri Rəbb yolumuzu açıb, qapıları açıb ki, biz onun evindəyik. Sabahları bu olmaya da bilər. Biz bilə bilmərik, sabah başımıza nə gələr və dünyanın gedişatı hansı yerdə ola bilər. Çünki dünənki günü qaytarmaq olmur, sabahı da bilmək olmur. Biz bugündən yaşamalıyıq. Xorumuz da, ilahilər də, burada çıxıb danışan qardaşlarımızın da, hamımızın bir istəyimiz var. İstəyimiz budur ki, biz həqiqətən xilas olaq. Xilas nətər olmaq olar? Onu biraz araşdıraq. Luka müjdəsindən oxumaq istəyirəm. Gəlin bir yerdə kimdə kitab varsa baxa bilərlər, yox, qulaq asın diqqətlə. Deməli 22-ci fəsil 42-ci ayə. O belə dedi. O deyəndə İsa Məsih belə dedi. Ey ata, əgər sənin iradənə məqbuldursa, bu kəsanı məndən uzaqlaşdır. Və görün ardınca nə deyir. Bir çox imanlılar bu ayəni yaxşı bilir. Amma mənim yox, sənin iradən olsun. Amin. Bu iradə deyiləndə nə nəzərdə tutulur? İradə nə deməkdir? İstək. Gözəl. Allahın istəyi. Deməli, Allahın istəyi kimi bugünkü gündə qaranlıq yolda, yola daha doğrusu, qaranlıq yola bizə çəkən bir varlıq var. Allah ona qadağan eləsin deyirik biz həmişə. İblisdir o. İblis sözün mənası Allaha qarşı çıxan deməkdir. Və onun da iradəsi var, onun da istəyi var. Və bu günləri o hər bir yoldan istifadə edir ki, hər cür gizli yollardan mı deyək, üstü örtülü yollardan mı deyək, bəzəklərdən mi deyək, istifadə edir ki, biz Allahın istəyindən, Allahın iradəsindən yayınaq və onun istəyini həyata keçirdik. Allah kəlamında biz baxsaq ki, dünya yaranandan belə kim Allahın iradəsini həyata keçirtdisə, başlarına nə gəldi? Kim ki Allahın iradəsini həyata keçirtməyib, iblisə tərəf getdisə, onun aqibəti nə oldu? Dünya yarananda ilk insan, bizim Həvva bacımız, sizcə Allahın iradəsini həyata keçirtdi, yoxsa iblisin? İblisin. Və ondan sonra o həyatlarına nə gəldi? Bir dənə iblisin istəyini həyata keçirdi və həyatı ölüm gəldi. Bu bizə nə deyir, əziz bacı qardaşlar? Gəlin bu günlər həyatımıza baxaq, yaşadığımıza. Çünki mən gündüzə görə, Tərna bacıya görə, mən anama görə belə cavab verməyəcəm. Hətta mənim anam, Xuraman anam, mənə görə Allah qarşısında cavab verir. Doğma anam da ha. Nə olsun? Hər kəs öz ayağından asılacaq. Hər kəs özünə görə cavab verəcək. Və bu günlər biz desək ki, hə, mən Allahın iradəsini həyata keçirdirəm və bununla da mənim ailəm xilas olacaq, xeyr, elə şey yoxdur. Hər insan individual olaraq Allah qarşısında öz qazancını qazanır. Yaxşı tərəfdən, pis tərəfdən. Amma biz bu günləri çalışdığımız, istədiyimiz odur ki, bir-birimizlə danışdığımız bir halda mən burada hər şey bilirəm, sizə örgədirəm deyir, yox. Mən sizə danışdıqca daha çox mən özüm götürürəm. Məsuliyyət başqa şeydir. Sadəcə olaraq Allah kəlamında
Sevin sözünü dəfələrlə deyilir. Əgər bir dəfə deyilib başa düşsəydik, bir dəfə deyilərdi. Bir nə qədər çox təkrar olursa, Vahid qardaşın gözəl bir atalar sözü deməyi var. Nətərdir? Təkrar biliyin anasıdır. Vahid qardaş deyir ki, təkrar igidin anasıdır. O da yaxşı fikirdir, nə olar? Amma bu təkrar hər dəfə sevgini iqrar edəriksə, biz bir-birimizdən güc alarıq. Və nəyə görə deyirlər ki, bir olanda güc olur. O təmsil yadınıza düşür. O şir gəlir, iki dənə öküzü parçalamaq istəyir. Görürlər ki, iki qardaş bir yerdə. Bunlara qüvvət gələ bilmir. Amma gəlir birinin qulağına öz iradəsini həyata keçirtmək üçün o iblis. Qulağına deyir ki, burada quraqlıqdır, nə axtarırsan burada? Gedək o tərəfdə, orada otdağlar var. Dərənin o tərəfi. Qardaş deyir ki, o öküzdür, qardaş. Qoy qardaş deyir, yox, həşə qardaş sənə orada yeriş verdi. Gəl sənə göstərim, gəlib sonra qardaşı da apararsan. Yadınızda düşürlər bu Sovet dövründən. Bunlar bir nə qədər bir idi. O iblis onları parçalaya bilmirdi. Amma birini o birisindən ayıran kimi onu orada parçaladı. Bu birisi qardaşı da burada parçaladı. Və bu günləri biz ayıq olaq ki, iblis nərə çəkən aslan kimi kəlamda yazılır ki, qardaşları parçalamaq üçün bir-birindən ayırmağa çalışır. İmanları bir-birindən ayırmağa çalışır. Biz də ayrılaşan kimi və iblis bizi parçalayır. Bay qardaş vaazında dedi ki, Davud Peyğəmbər deyir ki, ya Rəbb, təzə ürək yarat məndə. Niyə deyirdi ki, o ürək var idi artıq. Və sonra da vurğuladı ki, dəqiqdir vurğuladı. Ürək bizdə dəyişəndən sonra onu axıra kimi qoruyub saxlamaq lazımdır. Onu nətər edə bilərik, nətər parçalanmaya bilərik, ürəyimizi nətər qoruya bilərik. Allahın iradəsini biz əgər seçəriksə hər an, biz həmişə qalib ola bilərik. Həvva ilə Adəm cənnətdə idilər. Onların bir problemi yox idi. Orada ölüm belə yox idi. Orada Rəbb gəlir də bağda onlarla görüşüb, biz bugünlər üzbəüz gördüyümüz ki, Rəbb də onlarla danışardı bir balaları kimi. Onlara güc verərdi. Amma bir günləri iblis gördü ki, mehribançılıqdır. Bugün də bilirsiniz, mehribançılıq olanda iblis həmişə partlayır. Özü də qıraqda partlamır, ha? Rəbb deyir, düşmən evin içindədir. Evimizin içində düşmən yoxdur, ha? Amma bəs nəyə görə deyilir düşmən evin içindədir? İnsanın ən yaxını vasitəsilə iblis o evin içində yıxmağa çalışır və yıxır da. Və yıxır da. Baxın, lənətə getdilər. Torpaq lənətləndi. Bir dənə seçimdən nəslinə lənət gəlir. 2 dənə oğlu olur. Biri o birisini öldürür. Qabil Habili vurur, öldürür. 2 dənə oğuldur bir ailənin içində. Niyə? Çünki Allahın iradəsinə görə addım atmadılar. İsa Məsih deyir ki, İsa Məsih bu ayda deyir ki, İsa Məsih bizə görə çarmıxa gedirdi. İsa Məsih bizə görə ölümə gedirdi. Və qayıdır deyir ki, ya Rəbb, əgər mümkünsə ey ata, bu kasa məndən yan keçsin. Biz bu günləri barmağımız, dişimiz ağrıyanda səhərə kimi yata bilmirik. Bir balaca pristup olanda biz bilmirik, balamız da gözümüzə görsənmir. Amma Rəbb bilirdi ki, ölümə gedir. Özü də bilirdi hansı yolla gedəcək, hansı əziyyətlərlə gedəcək. Rəbb ondan qorxmurdu. Rəbbin bu duasında ən vacib olan fikir o idi ki, çünki Rəbb bilirdi ki, çarmıqda, bizim günahları öz üstünə götürüb çarmıqda həyatını verəndə, yadınıza düşür, deyir, ata, niyə məndən üz döndərdin və məni tərk elədin? O, öz oğlu İsa Məsihi tərk eləmirdi, o bizim günahlarımıza görə üz çevirmişdi, o bizim günahlarımızdı. O an üçün dua edirdi. İndi o anı qoya bir qırağa. Bu günləri barmağımız kəsiləcəkdir, aparanda biz gedərək, deyərik, yox, istəmirəm. Amma ölümə gedən Rəbb qayıdır, deyir ki, mənim yox, deyir.
sənin iradən olsun. Bir dəfə bir uşaq atasına yemək yaparır Afrikada. Minir filin üstünə bir səbətdə banan götürür ki, atası orada iş görür, atasına çatdırmalıdır. Elə meşənin içinə girəndə, lap qarışıq yerə gəlib girəndə fil dayanır, getmir. Atasının da hələ yanına getmək üçün bir çox yol var. Bu qırmacla vurur, yazıq fil də əli xortumu qaldırır arada bir ki, banandan bir dənə mənə ver. O deyir, yox atamındır, xortumun da vururdu əlindəki qamçı ilə. İndi dayanıb, yeməyin vaxtından keçib, bu başlayır fili döyməyə, təbiyləmək ki, getdi atam gözləyir axı. Amma fil dayanır. Və bir anda fil xortumu qaldıranda bu da elə vurur ki, yenə də banan istəyir. Bu baxmır, tutur bunun boynundan qaldırır, gətirir elə bir ki, qanadın altına da, bu qulağın altına deyək. Onu götürən kimi böyük bir pələng filin həmən o uşaq oturduğu yerə sizdə mən onu qaralayırmış ki, çünki o pələng bilirdi ki, filə qalib gələ bilməyəcək. İblis bu günləri bilir ki, Allaha qalib gələ bilməyəcək. Amma Allahın əlində, ovcunda, qucağında olan bizim üstümüzdə tullanır. Amma biz isə qırmacla onun əlinə həmişə vurduq. Çünki onun iradəsini axtarmadıq. Amma buna baxmayaraq Allahın sevgisi yenə də bizi götürür öz qanadın altına. Uşağı götürür qanadın altına və görür ki, o boyda pələng tullanıb, səndə mənim üstümə tullanırmış. Fil onu götürür, atır o tərəfə. Və uşaq durur, o qədər sevinir ki, öpür fili, banalar hamısını ona verir. Can deyir. Sevinir. Niyə? Çünki həyatını xilas elədi. Bu günləri Rəbb bizi elə qorur, bizi elə sevir. Amma biz bu günləri baxaq görək, Allahın iradəsini həyata keçirdirikmi? Yoxsa iblisin iradəsini götürürükmü? Gəlin baxaq görək, bugünkü gündə bizim həyatımızda iblisin iradəsini, seçimini eləyib bacı qardaşları mühakimə edirikmi? Əgər ediriksə can, biz Allahın yolunda yaşamırıq. Bu günləri, qardaş gözəl buyurdu bayaqlar. Valam kimi biz gizli, güya müdrik yollar axtarırıq. Valam vardı bir dənə. Allah tərəfdə olan bir insan idi. Bir günləri ona qəşəng bir təklif edir düşmən tərəf. Düşmən tərəf kimdir? İblisdir. Deyir, sənə bu qədər falan şeylər vəd edir. Allahın xalqı, Allahın ballarına qarşı sən bir variant işlət də orada. O deyir, yox, olmaz, elə bilmərəm. Amma deyir, təklif gözəl təklifdir. Ondan da keçə bilmir. Amma özünü təmizə çıxartmaq üçün gedir, deyir ki, bir sənə nətərdir, burada. Mən sənə başla sağlam nə etmək lazım? Get ona dinən o şaha. Mən deyəsəm, yaxşı çıxmaz. Görürsünüz, İblis ikinci. İblis elə bir ki, bizə hikmət verir, müdürlüklü ki, sənin əlin, ayağın təmiz olsun. Sadəcə olaraq uvalan bir şey bilmirdi ki, və bu günləri də bir çoxumuz bir şey başa düşmürük. Amma lazım da başa düşmə. Biz siz nəyə başa düşmürük? Allah bizim ürəyimizin dərinlikdə olan bütün fikirlərimizi yaxşı bilir. Qəşəng də bilir. Və mən də, sən də biz öz ürəklərimizi çox gözəl də bilirik və görürük də. Harada yaxşı gedişatımız var, harada səhvimiz var, harada Allahın sözünü tapdalayıb keçirik. Harada iblisin iradəsini həyata keçirdirik. Və ay imanlı sən bilirsən axı bu gedişatla sən bugün yatacaqsan, sabah dura bilməyəcəksən. Allahla üzbəüz yanında. Bəs Allah səndən sormayacaqmı ki, bu Türk qardaşlar demişkən, sən gündüzü niyə mühakimə edirdin bəs? Bəs sən Elmar xəstə olanda niyə o yanına getməmişdin bəs? Bəs sən dua eləmək əvəzinə niyə başqa cür dua elədin? Rəbb deyir, sənə pislik edənlərə nə ilə cavab ver? Daşaqalaq elə deyib. Xeyr. Nə deyib? Deyir, sənə pislik edənlərə yaxşılıqla cavab ver. Gəlin baxaq,
Bu günləri dünyada gözə gözdür, dişə dişdir. Bugün də biz də gözə göz, dişə diş yaşayarıqsa əgər, lütfdən bizə nə pay ola bilər ki? Heç bir pay olmaz. Sonda bir ayə deyəcəm və bir misal Allah ürəyimə qoydu, onu deyəcəm. Qalatlar 1:4-də belə yazılıb. Atamız Allahın iradəsinə görə, ata Allahın iradəsinə görə İsa Məsih günahlarımız üçün özünü fəda etdi ki, bizim indiki şər dövründən qorusun ki biz o şərin dalınca gedib əbədi qaranlığa düşməyək. Bacımızın anası, bir çox Rəbbin balları getdiyi Rəbbin diyarına getmək üçün onu etdi. Və sonda bir misal Allah yadıma saldı, onu deyəcəm. Bir kənddən iki insan çıxır, eyni kənddən çıxır. İki insan çıxır və uzaq bir yol gedirlər. Bunlar azuqəsi, suyu, yeməyi qurtarır və halsız bir vəziyyətdə sadəcə olaraq biri bir yarım saat qabaq çatır o kəndə, bir başqa kəndə. O birisi bir yarım saatdan sonra gəlməlidir. Kəndin astanasında, ayağında görür ki, bir dənə ağsaqqal adam oturub. Deyir, ağsaqqal, mən uzaq yol gəlmişəm, yeməyim qurtarıb, suyum qurtarıb. Bəs bu kəndə girmək istəyirəm. Sən də ağsaqqalsan, kəndin ayağındasan. Mən nə məsləhət görürsən? Bu kəndin adamları nətərdir, yaxşıdırlarmı, mehribandılarmı, çörək verəndilərmi, su verərlərmi? Ağsaqqallar həmişə müdrik olur. Ağsaqqala hörmət qoyan da Allah müdrik edir. Ona görə biz həmişə birincisi ağsaqqalların yerini bilək, böyük kişinin yerini bilək ki, Allah bizə xeyir-dua versin. Böyükləri hörmət edən görə Allah 2 dənə qanun deyir. Musanın qanunu deyir ki, böyüyə hörmət edən uzun ömürlü olacaq, etməyən öldürülsün. 10 dənə qanunda ikisi hörmət, böyük kişilik söhbəti edir. Ağsaqqal deyir ki, bəs sən çıxdığın yer, kənd, nə cür kənddə oradakı insanlar, dirə pis, ayaq qazan, arxadan aldadıb ər tutub, zərbə vuran, satqınlı, o, bu, sadalayır. Diqqətlə qulaqsın. Ağsaqqal qayda deyir ki, bala, sən bura heç girmə onda. Deyir, niyə? Bəs uzaq, yoxsun. Bura deyir, ondan bətərdir. Deyir, nə danışsın? Bu, fırlanır, qaçır oradan. Bu qaça-qaç gedəndə o birisi kənddən gələn gəlib çıxır ora. O da ac, yalavac, suyu qutarıb, yeməyi qutarıb. Gəlir, görür ki, ağsaqqal oturub. Eyni sual və ağsaqqal deyir, uzaq yol falan, o, bu, su, çörək qutarıb, mən bura girmək istəyirəm bu kəndə. Görəm, girsəm, nətər olar? Ağsaqqal eyni sual ona da verir. Deyir, bala, sən çıxdığın kənd, oradakı insanlar nə cür idi? Deyir, ey Allah, can idilərdir hamısı. Mərd idilər, deyir. Yaxşı insanlardır. Özündən qaba ürəkləri gedir, qonaqpərvərliyi, o birisi sadalayır ora. Deyir, bala, sən diz ödümana gəlmişsin. Bura, deyir, ondan da gözəl kənddir. Keç, deyir, yaşa burada. Bu məsəlin fikri nə idi görəsən? İki insan eyni yerdən çıxır. Sadəcə olaraq birinci insan o öz seçimini düzgün eləməmişdi. O iblisin seçimini eləmişdi. O birisi isə Allahın seçimini eləmişdi. Biz bu günləri iblisin seçimini, iradəsini həyata keçirəriksə, biz hamıda səhv görəcəyik. Hamıya mənfi deyəcəyik. Amma həmən eyni kənddən Allahın iradəsindən yaşayıb onun seçimini eləyən isə mənfi var idi də, o birisi görürdü mənfini. Amma bu isə yaxşını görüb, yaxşı dedi hamısını. Bu günləri həyatımıza baxsaq, yaşayışımıza baxsaq, ruhani gedişatımıza baxsaq, orada hansı bir büdürəmələr varsa və biz o büdürəmələrlə bacarmırıqsa, Rəbb Allah bizə o güc verə bilər. Davud demiş ki, təzə ürək yarat, ya Rəbb, çünki insanı əvvəl yox, imanlı, son
xilas edir. Eğer bizim sonumuz uçuruma doğru gedirsə və əvvəlki mən eləmədiklərimi bugünkü gündə mühakimə barmaq uzatmağım falan iblisin iradəsinə məqbul olan bir çox gedişatım varsa dayanaq artıq. Heç kim deyə bilməz birazdan başımıza nə gələcək. Hər an Allahla üzbəüz dayana bilərik. Duraq, tövbə edək. Rəbbin yanına, ayaqlarına düşək. Və deyək ki, ya Rəbb, mən günahkarı bağışla. Bağış təzə bir gücün qapısıdır. Bağış təzə bir xeyirdanın qapısıdır. Bağış müqəddəs ruhun, bulağın, sən həyatı təzədən gəlib doldurmağın qapısıdır. Kimdə o qapılar bağlanıbsa və yaxud qapıda biraz ara qalıb damcı gəlirsə damcı ilə yaşamaq olmayacaq. Gərək sən stəkanı doldurub içəsən onu. Bu günləri Rəbdən istəyək. Rəbbin huzuruna gələk. Tövbə edək. Və söz verək ki, ya Rəbb, mən bu günləri artıq söz verirəm ki, mən tək sənin iradəvə görə yaşayıram. Kim Rəbbin iradəsinə görə yaşamaq istəyirsə, əlini qaldırsın və Rəbb hər birimizə xeyir dua versin. Kim özündə o gücü görmürsə, buyurun, Rəbbin önünə çıxın. Rəbbin ayağına gəlin və Rəbdən istəyin. Rəbb heç birimizi əli boş qaytarmayıb və qaytarmayacaqdır. Rəbb xeyir dua versin.